Ona görə deyəndə Qarabağ kimindir? Qarabağ təkcə Azərbaycan xalqının yox, bax bu gözü yaşlı valideynlərindir. Qarabağ bu oğullar ki, övladlar ki, gözü yaşlı qalıb, atasız qalıb, bax Qarabağ onlarındır. Bugün hamımız sevə-sevə gedirik o torpaqlara və sevə-sevə gəzirik, fərəhlə gəzirik. Amma unutmayaq ki, o torpaqların hər bir kvadrat santimetrində bax bizim Abdullah və onun timsalında minlərlə şəhidlərimizin qanı var. Və o torpaqlara biz ayaq basanda hər bir hərəkətimizə, hər bir davranışımıza və hətta hər bir işlətdiyimiz cümləyə belə ehtiyatla yanaşmalıyıq. Allah cəmi şəhidlərimizin ruhu şad eləsin. Məndən öncəki natiqlər də, axundumuz da, şəhidin atası da çox təsirli, çox mənalı bir məqamlara toxundu və təkrarçılığa yol verməyək. Allah cəmi şəhidlərimizin ruhu şad eləsin. Bəli.